Əmrasın heyləsi imamın ordusunun dağılmasına səbəb oldu. Nadan səhabələrdən bir çoxu imamın üzünə ağ oldular, ona qarşı çıxaraq tələb elədilər ki, döyüşü dayandırsın. İmam təngə gəlib buyurdu: "Ey cəmaat, nə qədər ki vuruşmaqdan bezməmişdiniz, sözümü eşidir, əmrimə itaət eləyirdiniz. And olsun Allaha, döyüşdə bəziləriniz yaralansanız da, neçə şəhid versək də, düşmən bizdən qat-qat çox ziyan çəkib. Dünənədək mən əmirəl-möminin idim, bugün isə siz mənə əmr verirsiniz. Dünənədək mən sizi çəkindirirdim, bugün siz məni vuruşmağa qoymursunuz." Həmişə məyus olanda ürək sözlərimi Əliyə deməkdən çəkinirdim. Əmmar qəm yoldaşım idi. İndi isə mən qalmışam, Əmmarınsa yeri boşdur. Bu batili kör cəmaatın şərrindən qurtardı canı. Malik, bilirdim ki Siffeynin Cəməldən fərqi yerdən göyə qədərdir. Cəməldə nadanlıqla vuruşduq və qalib gəldik. Siffeyndə isə fitnə ilə döyüşdük və uduzduq. Biz qələbəni əldən verdik, Qeys! Mən artıq Muaviyyənin çadırına çatanda bu cəmaatın xəncəri ilə arxadan vuruldum. Biz elə bu şüvardan ötürü Siffeynə gəlmişik. Allahın hökmündən başqa hökm yoxdur. Olsun. Allahın hökmü Əlinin qanlı ürəyidir. Siffeynin müqəddəratını hakimlərə tapşırırıq. Bir hakim Kufədən, bir hakim də Şamdan. Nə hökm versələr, o da olacaq. Küfənin hakimi Əşəri olsun. Hakimi Əli təyin edəcək. Əşəri ən salih şəxsdir. O Allah adamıdır. Gəlməmişdən qabaq dəfələrlə bizi döyüşdən çəkindirən Əşəri idi. Siffeyn təhlükəsindən bizi saqındıran Əşəri idi. Amma heç kim onun xeyirxah sözlərini eşitmədi. Biz Əşərini hakim təyin edirik. Əşəri! 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 Əşəri!
Siffeyindən gəlirsən? Bəli ya şeyx, Siffeynlə gəlirəm. Yaxşı, kim qalib gəldi? Döyüş dayandırıldı. Şamlılar nizələrə Quran taxmışdılar. Küfəllər də silahı yerə qoydular. Qərara gəldilər ki, sülh bağlasınlar. Elhamdülillah Rabbil alemin. Küfəllər səni hakim təyin elədilər. Neynəməliyəm? Əmraslı oturub Əli ilə Muaviyyənin arasındakı çəkişməni araşdırmalısan. Hər kim haqlı olsa, xəlifə də o olacaq. İnna lillah ve inna ileyhi raciun. Niyə Əbu Musa? Əlinin ordusu Quran qariləri ilə doludur. Sən Siffeyndə bir tərəf idin şeyx, deməli bu çəkişmədə vasitəçilik eləməyə hamıdan çox sən layiqsən. Hasbiyallah ve ni'mel vekil. İlahi, sən şahidsən ki, mən dünya çəkişmələrindən bacardığım qədər qaçmışam. Ancaq taleyin hökmü Əbu Musadan əl çəkmir. Yenə nə olub ki indi? Siffeynin qızıl kimi müqəddəratını bir neçə dəri yazısına satdınız. Bəs indi bizdən nə istəyirsiniz? Aldandıq. Malik aldandıq. Əlinin verdiyi cəzanı çəkməyə hazırıq. Əgər Əli istəsə bir göz qırpımında hiləgərlərin ordusunu alt-üst edərik. Yalandır, imansızlar. Səhvlərinizi min cihatda düzəltməz. Sizin Əliyə elədiklərinizi tarix boyu heç bir ümmət öz rəhbərinə eləməyib. Hakimiyyətlə razılaşmağa məcbur elədiniz onu. Nadan əşkərini hakim təyin elədiniz. Əli demədi canlı Quran mənəm? Dedi, yoxsa demədi? Əli demədi ki, Əşəri hiləgər əmrasla bacarmaz? Siz əl oyuncaq istəyirsiniz. Xəlifə yox. De ki, Əli dayansın Malik. Bu cəmaat tövbə eləyir. Bu cəmaatın tövbəsi ölümdür ki, əcəl ələ çatmayıb. Əli əhd-i peymanına sadiqdir. Heç vaxt dediyinin əksini eləməz. Gedin səccadə möhürlərinizi yığın, sabah Kufiyə yollanırıq. İslamdan əşəs, yalnız bir neçə ərəb kəlməsi əzbərləmişsiniz. Bəs Siffeynin müqəddəratı necə olacaq? Bizlə Muaviyyənin arasında hakim Qur'andır. Siffeyn müqəddəratı Dümətül Cündəldə Nadan Əşərinin və hiləgər
Əmrasın əli ilə həll olunacaq. Qur'anlar Muaviyyənin əmri ilə nizələrə taxıldı. Qılıncların parıltısı altında Qur'ana tapınmış Malik kimi mücahidlər çox yaxşı bilirdilər ki, müsəlmanların bütün fitnə fəsadlardan və yaşıl paltarların hiylə və zülmündən bir dəfəlik qutaracaq qələbənin ilk addımlığındadırlar. Malik bilirdi, hamısını bilirdi. Amma ey iman gətirənlər, yenidən imana gəlin ayəsinin nümunəsi olan və Allahın yenidən imana gəlməyə dəvət elədiyi dayaz düşüncəli, təəssübkeş möminlər sərtlik və kəskinliklə imamı mühasirəyə aldılar. İmama qarşı çıxan və sonralar Nəhrəvan xəvaricləri adı ilə tarixdə rüsvay olan bu adamlar Siffeynin müqəddəratını hakimiyyət oyununun öhdəsinə buraxdılar. Xəvaricin hamısı bir əqidədə qalmadı. Bəziləri öz səhvlərini başa düşüb tövbə elədilər, bəziləri də hökm yalnız Allahındır şüarı altında o qədər ifrata vardılar ki, sonda əlini kafir adlandırdılar. Bəli, Şam əhalisinin hakimi Əmrasla İraq əhalisinin hakimi Əbu Musa Əşəri Şamla İraq arasındakı Dümətül Cəndəl adlı yerdə Əli ilə Muaviyyənin mübahisəsini Qur'an əsasında həll etməli idilər. Amma Dümətül Cəndəldə müzakirədən sonra qəbul olunmuş qərar hiylə və nadanlığın nəticəsi idi. Əbu Musa, mən şeytandan da alçaq adamam. Əgər Mühəmməd ümmətinin pisliyini istəyirəmsə, al bax, bu siyahıda əmrinin adı yazılıb. Bu sübut ola bilməz. Bu siyahı etibarsızdır. Yalnız Allahın kəlamı sübut ola bilər. Bəli, yalnız Allahın kəlamı sübutdur. Qur'anda deyilir ki, nahaq öldürülən məzlum şəxsin sahibinə intiqam almaq ixtiyarı verilir. Lakin o qan tökməkdə ifrata varmamalıdır. Hey, məmur! Ged əmrinə de ki, kök bir ərəb gəlib. Deyir ki, o fəsil ilanların qabıqdan çıxan Şam fəslidir. Gülmə! Axmaq! Get! Baş üstə. Deməli, cənablar, məni qoruyurlar. Biz cənabınızın nökəriyik. Bu dövlət mənim başımın sədəqəsi hesabına yaşayır. Sizin gömbul əmriniz yalnız fərman verməyi bacarır. İndi məni də içəri buraxmırsınız? Əsəbləşmə, şeyx. Allah bəladan uzaq eləsin. Biz Düymətül Cəndələ sizin fədanız olmaq üçün gedəcəyik. Mənim fədaim, cənabın nökəri, mübarək vücud. Bu sözlər axmaq əmirinizin süfrəsinin tör tüküntüsüdür. Mən nə şeyxəm, nə də əmir. Mən Əmrasam. Amir, İbn As. Siz Əbu Süfyan oğlunun nökərlərisiz. Sən bizim evin mərhəmisən, əmir. Biz məhrəmlik əqdi oxutmuşuq.
Evin qapısı açıq idi. Biz daimi məhrumiyyət əqdi oxumamışıq. Ehtiyac və etimad zamanı bitib. Şübhəyə düşüb gəldim istifamı sizə təqdim edeyim. Mən Fustata gedirəm. Fustata? Bəs Dümətül Cəndəl necə olacaq? Dümətül Cəndələ kifayət qədər getmişəm. Əşərini yola gətirmişəm. Hansı şey göndərsən işi bitirəcək. Qırmızı libaslılar narahat ediblər səni. Libaslarını qana bulaşdırıblar. Ne üçün məni güdürlər? Səni qoruyurlar. Mənim nəyimi qoruyurlar? Canını. Canımı? Özünə əziyyət vermə. Mən aldada bilməzsən. Yalanları özüm sənə öyrətmişəm. Mən gözdən çox şey anlayıram. Gözlərin qəlbindəkilərdən xəbər verir. Məlun niyyətini çirkin gözlərindən başa düşürəm. Hiylə dağarcığı. Sən xəcalət çəkmirsən qarunqulu? Bura bax, həddin aşırsan ha fitnə atası. Siyasətin öz qayda qanunu var. Qanunlardan biri də budur ki, hətta öz gözlərinə də etibar eləmə. Bəs belə. Qırmızı libaslılar səndən Dümətül Cəndələ gedirlər ki, həm canını qorusunlar, həm də dilindən müğayət olsunlar. Xəlifə mənəm vəssalam. Qırmızı libaslılarına təmasdan çəkinmək sənin kimi fərasətli adama yaraşmaz. Öz vəzifənə əməl etməlisənsə, nədən qorxursan? Bizim hər birimiz öz vəzifəmizi yerinə yetirməliyik. Sən Misrin əmiri olsan da, əmrimə tabesən. Əgər belə olmasa, mənə xəlifə deməzlər. Mən hələ kiməsə tabi olmağı öhdəmə götürməmişəm. Misir əmirliyindən də əl çəkdim. Muhammed, Allahın elçisi, məni itaətə məcbur etmədi. Əlvida İbn Əbu Süfyan. Bizim muamiləmiz yalnız ikimizdən birimizin ölümü ilə pozula bilər, əmir. Qırmızı libaslılar muamiləni zaminidirlər. Boş yerə vaxt vermə. Dümətül Cəndələ get. Müzakirələr yetər. Əlini kənar eləyin. 4-cü xəlifənin xütbəsini müaviqənin adını oxuyun. Mənbərdə olanda birdən şeytan səni azdırar, çaşıb, xütbəni öz adını oxuyarsan. O vaxt qırmızı libaslara bax, əmir. Onlar səni bir göz qırpımında tikə-tikə eləyərlər. Əba Yezid,
Bəli, əmir. Tikə-tikə eləyin. Elə burada. Zirəhliyinə baxmayaraq yenə də axmaqsan. Ölmək istəyirsən? Nə olar? Murdar heyvan kimi kəsin başını. Bağışlayın şeyx. Qiblə hansı tərəfdədir? Danış, əmir. Sən uddun. Mən uduzmamalıydım, əmir. İnsan səhv eləyə bilər. İstəyirdim xutbəni öz adıma oxuyum. Bilirsən nə də səhv eləyirsən? Özümü hiləgər, sən isə nadan sanırdım. Doğrudan da hiləgərsən. Amma mənə nadan demək olmaz. Atam Əbu Süfyan vəsiyyət eləyib ki, hiləgərləri kürsüdə əyləşdir, amma başlarının üstündə tükdən bir qılınc as. Get əmir. Nil sahilləri Dümətül Cəndəldə oxuyacağın xütbiyə bağlıdır. Salam olsun ərəbin böyük şəxsiyyətinə, qocaman alimə, dinin islahatçısına. Kafir cinlər Allahın adından qorxurlar, İblis isə Əbu Musanın adından. Sən Allaha sığınmaqla şeytanı qovursan, biz ona daş atmaqla. Göydə uçan quş hara, yerdə otlayan heyvan hara. Xoş gəlmisən, mömin. Mən şəkkiyyətə qərq olmuşam, müsəlman. Təmtəraqlı ləqəblərlə dinimi satın almaq istəyirsən? Bizim Əbu Musamız və bədbinlik? Əsla. Yəni biz nəsə alıb satmaqdan ötürü mübahisə eləyirik?
Gəl işimizi görək, Əmraz. Gəlib getməkdən artıq yoruldum. Əməli salih xəlifə təyin eləyək. Təyin eləyək. Bismillah. Kəlam Allahın kəlamıdır. Bizsə onun bəndələriyik. Əli ilə Muaviyyənin məsələsini araşdırıb belə bir qərara gəldim. Onların davası Qureyşin Qureyşlə davasıdır. Nə Əli, nə də Muaviyyə. Hər ikisini kənarlaşdırıb, məsələni böyük səhabələrdən və əməli salih şəxslərdən təşkil olunmuş şuranın öhdəsinə verək. Hər kimi istəsələr, təyin eləsinlər. Xeyrxah rəydir. İnşallah ümmətin işi səhmana düşəcək. Kənarlaşdıraq. Hər ikisini kənarlaşdıraq. Bismillah şeyh. Aleykümselam. Selamun aleyküm. Bizi feyziyab eləyin, əmr. Sizin huzurunuzda? İlahi tövbə. Hər nə qədər düşünürəmsə sizdən gözəl əxlaqlı adam tapa bilmirəm. Belə savab işdə tələsmək yaxşıdır. Bismillah şeyx. Camaat sizi gözləyir. Bismillah. Ya Qiyasəl Müstəqisi. Dayan şeyx. Nə edirsən? Elə bir xütbə oxumaq istəyirəm ki, həm Allah, həm də onun bəndələri razı qalsın. Neçə vaxtdır ki, cəmaat gözünü düymətül gündələ tikib. Allah qoysa, indi işə əncam çəkəcəyik. Şeyx. Qoy əvvəl əmr çıxsın mənbərə. Niyə? Birdən sənin xütbəndən sonra əmr vədinə xilaf çıxıb başqa xütbə oxuyar ha. Biz eyni fikirdəyik. Əgər məsləhətə ehtiyac varsa, söhbəti daha münasib bir vaxta keçirə bilərik. Bismillah. Buyurun. Bismillah. Elhamdülillahi Rabbil alemin ve salatu ala eşrefil enbiya vel murselin seyyidina ve nebiyyina ve habibina Muhammed. Allah sallallahu Muhammed. O, insanlara göndərilən peyğəmbərlərin sonuncusu idi. Bəşərin atası Adəmdən ta Həzrət İsrafilin şeypurunu çalacağı günədək heç kim onun məqamına çatmayacaq. Müqəddəs varlığı insanları nadanlıq zülmətindən qurtaran yeganə vasitə idi. Ancaq sonra ümmətinin arasında fitnə düşdü və müsəlmanlar bir-birinin qanını tökdülər. Sonda iş həkəmiyyətin öhdəsinə buraxıldı.
Və biz bu fitnənin baniləri haqda çox düşündük. Məsləhətləşib gəldiyimiz qərarı indi eşidəcəksiniz. Günahkar bəndəniz Əbu Musa Əşəri, İraq əhalisinin hakimi, necə ki bu üzüyü barmağımdan çıxarıram, əli ilə Muaviyyəni də hakimiyyətdən kənarlaşdırıram və xəlifənin seçilməsi məsələsini şura əhlinə tapşırıram. Allahumma inni atubu ilayk. Esselamu ala ibadillahi s-salihin. Allahumma salli ala Muhammed ve ali Muhammed. Allah qəbul eləsin şeyx. Bismillahirrahmanirrahim. Görüm Allah qəzəbinə gələsən. Nadan, aldatdı səni. Düşmənçilik adamı məhv eləyir, Malik. قال الله الحكيم في كتابه الكريم ومن قتل مظلوما فقد جعلنا لوليه سلطانا فلا يسرف في القتل إنه كان منصورا. Eşitdiniz ki, Əbu Musa Əşəri İraq əhalisinin hakimi əlini işdən kənar elədi. Mən də bu üzüyü barmağımdan çıxartdığım kimi Əli İbni Əbi Talibi kənarlaşdırıram. Amma nə? Amma bu üzüyü barmağıma taxdığım kimi Muaviyə İbni Əbu Süfyanı təyin eləyirəm. O öldürülmüş xəlifə Osmanın qanının himayəçisidir. Və bu mənsəbə o hamıdan çox layiqdir. Allah bəlanı versin, xain. Bizim qərarımız ikisini kənarlaşdırmaq idi. Sənin məsəlin o köpək məsələsinə bənzəyir ki, onu vursan da, vurmasan da durmadan hürəcək. Sənin məsəlin də belinə kitab yüklənmiş anqıran ulağın məsəlinə bənzəyir.
Cemaat, hakimlər Allahın kitabını qoyub şeytanın bəndəsi oldular. Qərarları batildir. Həqiqi hakim o qılınclardır ki, Siffeyində Əmrasın hiləsilə qınına salındı. Eşitdiniz, gördünüz ki, Ərəbin hiləgər evlatları hər iki işdə hilə işlətdilər. Əlinin ilk və son sözü Allah dininin düşmənləri ilə cihaddır. Əşəs, sən indi Nəhrəvanda olmalıydın şimdi. Görürsən ki, buradayam Malik. Yenidən beyət eləyə hazırsan? Nə faydası var? Kişi də beyət eləyəndə sahibinə vəfalı olur. Sən gündəlik namazlarını sayı qədər beyət eləsən də, yeri gələndə pozacaqsın əhdini. Sən özün məsumsan Malik. Heç günah eləmirsən. Niyə? Xətalarım olur. Amma göydə günəşi inkar eləmirəm. Bu qədər işdən sonra hiləgərləri hələ də tanımırsan. Həmişə öyündüyün Əbu Musa Əşəri də çürük girdəkan çıxdı. İçi pus girdəkan. Eşitmişəm Nəhrəvanlı dostların Əlinin kafir olması haqda hökm veriblər. Şükür olsun Allaha ki, bu sözlərim mənə aid deyil. Mən əgər həddimi aşmış olsaydım, Nəhrəvanlılar kimi mənim də alnım qabar bağlayardı. Əgər xain olsaydım, indi gərək Müaviyyənin qoşununda olaydım. Al, oxu. Bu da hiləgərlərin sübutu. Oxu! Malik! Bu müvafiq Allah evindən eləyir. Get sən öz eybini düzəlt. Zeyd ibn-i Üdey ibn-i Hatəm Tai sənin oğlun deyil. Siffeyndə hamı gördü ki, qaçıb Şamlılara qoşuldu. Mən Əliyə dərin hörmət bəsləyirəm. Zeyd əlimə keçsə onu parça-parça eləyərəm. Yırtıcı olmusan Üdey. Bu tayfa qoşunu məhv edəcək Malik. Əli nə vaxta kimi bunlara möhlət verəcək. Bu Əlinin məramıdır Üdey. Həmişə olduğu kimi səbirlə onların qaralmış qəlblərini işıqlandırmaq istəyir. Adamlarını cihada çağır. Qoşunlu xeylədə düşərgə quracaq. Nə məqsədlə? Şama gedəcək Üdey, Şama. Nəhrəvanlarla nə eləyəcəksən? Yola verməliyik. Buna razısan? Mən Çinki durətsiz qılınc çəkməyi Əlidən öyrənmişəm Üdey.
Qəhrəvanda xəvaricin ordugahı. Bu tayfanın peyğəmbəri hanı? Salamınız harda qaldı? Daşqabaq sallamısınız. Allah eləməmiş, bəlkə diliniz tutulub. Bu tayfa peşman olduğunu başa düşüb. Olsun. Hamınız gördünüz ki, Siffeyndə kitaba taxılmış nizələr şeytan bayrağı idi. Eşitdiniz ki, Əli barəsində verilən hökm cəfəngiyat idi. Yenə də Əliyə şək edirsiniz? Hamımız iblis bəndəsi olmuşuq. Hamımız. Biz Muaviyyənin hilələrinə aldanmışıq. Əli də bizim batil fikrimizə təslim olub. Hamımız kafir olmuşuq. Tövbə eləməliyik. Sübhanallah. Xatalı söz danışırsan. İbn Əsim. Əli eləmədiyi günahı tövbə eləsin. Əlinin tövbəsi günahını iqrar eləmək deməkdir. Xəlifəlik elə bir məqamdır ki, onlar gərək günah eləməsinlər. Həkəmiyyəti qəbul eləmək günah sayılmır. Yox, nə günah? İstədiniz ki, hökm Allahın hökmü olsun. Əli də razılaşdı. Doğrudan, əgər Əli həkəmiyyətə razılıq verməsəydi, siz nə inərdiniz? Əli canının qorxusundan həkəmiyyəti qəbul elədi. And olsun Peyğəmbərə, dinə, kitaba belə deyil. Gördü, razılaşmırsınız. Allahın kitabını vasitəyə çevirdiniz, qəbul elədi. Siz deyildiniz ki, başınıza döyüb fəryad eləyirdiniz. Siz deyildiniz ki, əlini Qur'anla vuruşmaqda günahlandırıb, kafir adlandırırsınız, belədir ya yox? Günahımız varsa tövbə eləyərik. Niyə təzədən günah eləyirsiniz? Müsəlmanların qanına insanlar hakim ola bilməzlər. Aman sizin əlinizdən, aman. Hakim Allahın kitabıdır, müsəlman. Kitab dəriyə yazılmışdır, siz bir əşyadır. Allahın hökmünü biri oxumalıdır, yoxsa yox? Gördünüz ki, həkəməyin Qur'ana əsaslanmayıb hökm verdikdə Əli qəbul eləmədi. Əli bizim xəta elədiyimizi bilirdi ya yox? Niyə məntiqsiz danışırsan? Dediklərin batildir. Bilirdi ya bilmirdi? Ya mən sizin dilinizi bilmirəm, ya da siz məni başa düşmək istəmirsiniz. De görüm hansı dinlənsiz? Təsbihat-ı ərbədə hansı Allahın zikrini eləyirsiniz? Qunutda hansı ismi əzəmədi oxuyursunuz? Siffeyn faciəsi ərəb cahilliyinin rüsvayçılığı sayılır. Siz uzun paltar giyinən abidlər, ərəbi indikindən də çox rüsva eləmək fikrindəsiz? Son sözünüz nədir? Əli tövbə eləməlidir.
Birdən tövbə eləmədi. Nəhrəvanlıların qılıncı ilə Allahın hökmünü yerinə yetirəcəyik. Bu tayfanın əmiri sənsən? Nəhrəvanda Allah hökumətlik eləyir. Çox təəccüblüdür. Sizin məntiqinizlə Peyğəmbərin gəlişi əbəs olub. Allahla məxluq arasında kim vasitə ola bilər? İmanın mərhələləri nə olacaq? Siz hamınız özünüzü xəlifə bilirsiniz. Allahdan qorxun. Sizlərdən çoxu səcdədə yatanlarsınız. Batil fikirlərinizlə ibadətinizi batil eləməyin. Ey Haşimzadə, Nəhrəvan qocalarının hamısı Qur'an oxuyandır. Öz nəsihətlərini söyləmək üçün elə bir adam tap ki, Allahın kitabından yalnız qaf hərfini bilir. Get! Getdi. Bir təhərsən Zeyd. Doğrudan biz nə istəyirik? O qədər ki, mən bilirəm. Əmirsiz dövlət, xəlifəsiz hakimiyyət istəyirik. Rəhbərimiz Allahdır. Hər halda bir nəfər olmalıdır ki, zəkat alsın, qoşuna rəhbərlik eləsin, əmrə tabi olmayanları cəzalandırsın. Amma əmr ola bilməz ki, ola bilər? Siz deyən olsa heç kim heç kimə itaət eləməyəcək. Siz Nəhrəvanın ağsaqqallarısınız. Öz aranızdan bir nəfər xəlifə təyin eləyin. Sən Həmzə qəbul eləyərsən? Yox, Zeyd. Bilirsən ki, mən hərbi işlərdə naşıyam. Mənim zəkat yığmaqdan başım çıxmır. Sən necə İbn Vəhəb? Həm hökumət işini bilirsən, həm qılınc çalmağı, həm də ehkama dərindən bələdsən. Bu fövqəladə bir işdir Zeyd. Bu iş Allah övliyalarının qüdrətindədir. Əvvəlki xəlifələr Allah övliyaları idi, yoxsa Allah bəndələri? Hakimiyyətin əsası Allahın qanunlarıdır. Sən yalnız Allahın qanunlarını icra eləməlisən. Təkid eləsəniz, məcburam qəbul eləyim. Amma and olsun Allaha, bu işin əfsani istəklər üzündən, ölümdən qorxduğuma görə qəbul eləmirəm. Mübarəkdir. Əlini ver, beyyət eləyək. Ya Hak! Höküm yalnız Allah'ındır. Höküm yalnız Allah'ındır. Ağlama balam, ağlama. Mən cəhənnəmə, bu uşaqlara zülüm eləmə hərəs. Mən qardaşı ölmüş,
Ürəyi dağlanmış bir adamam. Qardaşımın qisasını almasam nə sənin əlin ola bilərəm, nə də bu uşaqların atası. Hərəs. Haris'in dərdi bəs deyil. Həmişə cəhalət qurbanı olmuşuq. Cəməldə yuvada gizlənmiş sıçana, sifeyində isə quduz itə dönmüşdük. Dayan, hara gedirsən? Əgər Nəhrivanlıların insafı olsaydı, deməzdilər ki, Malikin qılıncı Muaviyyənin şadırına toxunsa, qılıncla əlinin boynunu vurarıq. Dayan, hara? Sən ağıllı bir cavansan, gördün ki, Malikin, elə qüdrətli adamın əl qolunu bağladılar. Görmədin? Kiminlə vuruşursan? Əli niyə görə Sifeynlə qabaq hakimiyyət fikrində deyildi? Sifeynin hədiyəsi minlərlə Haris kimilərin hədər axan qanı oldu. Bu qanların bahisi kimdir? Əli deyil. Hərəs! Hərəs tək deyil. Sən həmişə bizi iki adla çağırırdın. Haris, Hərəs. Bəs bu uşaqlar necə olsun? Bunlara ata lazımdır, divanə. Mən bunları dolandıra bilmərəm. Atamız hardadır? Bağışla məni. Vacib işim var. Mən Siffeynlə Küfəyə gələnə kimi gecə-gündüz əlini öldürməyə fikirləşmişəm. Əgər buraxmasan, məcburam hörmətsizlik eləyim. Hərəs! Qanmaz! Dəli! Divanə! Hərəs! Hərəs! Hara gedirsən? Dil açmısan Nazənin? Niyə bu dilinlə qardaşını yolundan çəkindirmədin? Niyə inanmırsan? Anamız Cəməldə məğlub olandan sonra mən də xatirələrimi tamam unutmuşam. İlahi. İlahi. Evim tamam viran oldu. Ömrüm hədər getdi. İlahi. Hansı günahın sahibiyəm bilmirəm. Hara? Gedirəm hərəsimi qaytarım. Hərəs qayıtmayacaq. Yalvararam. Ayağına düşərəm. Ata. Nədir? Çox istədim səni görəm. Əlvida, uşaqlıq çağlarım.
Gecələr mənim üçün yığdığın ulduzları yadımdan çıxarmayacağam. Əlvida mənim anam. Uşaq vaxtı mənə göstərdiyin sevgini, məhəbbətlə başıma çəkdiyin sığalları, ana qucağının hərarətini, nar çubuğu ilə yana-yana vurduğun o zəif zərbələrin isti ağrısını unutmayacağım. Əlvida atacağım. Uşaqlıq çağlarında mənə vurduğun sillələri unutmayacağım. İffət və namus hicabı olan şallaqları unutmayacağım. Heç vaxt. Yuxuda gördüm ki, sizin qanınız mənim ölmüş xatirələrimi dirildəcək. Yuxuda gördüm ki, hər ikimizin adı tarix səhifələrinə yazılacaq və əbədi yaşayacaqdır. Yuxuda gördüm ki, mənim həyatım indiyə də gördüyüm rüyaların təkrarıdır. Nəhravan, Xəbaricin ordugahı. Kimsən? Salamün aleyküm. Bəsirət gözünüz var. Görürsünüz ki, mən də sizin kimi ərəbəm. Misafirəm.